Yəni sənin yanındadır. Məsələn, mən həmişə deyirəm, sənin gölgən qədər də sənə yaxındır. Balıqda, indi mən belə bir söz deyim sizə, mən hər bir bürcün mənfisini deyirəm, balığın bir dənə mənfisi nədir, insan tanıya bilmir. Hətta, Tanıya bilmir. mən elə gəlir, onlar çox gözəl insan tanır. O var, elə özünü göstərir. İnsan tanıya bilmir balıq. Balıq o qədər dəyər vermə mexanizmi üstün olan bir ünsürdür ki, balıq var, dolça kimidir. Baxın, belə bir söz deyim, balıq insanı həyatına alanda, o insanın keçmişini biz maraqlanırıq da, kim olub, nə olub, necə olub, Urvin söhbəti var və yaxud da xarakterkə söhbətlər. Balıq bir insanın səhvinlə, düzünlə, əngəlinlə qəbullanan bir ünsürdür. Və ona görə də həyatda hər zaman peşmançılıq çəkir. Amma ailə baxımından mən deyərdim ki, 12 bürcün içində idealı olan bir bürcdür balıq. Xəyanətə meyillidirlərmi? Tam səmimi deyim sizə, yox. İstər qadın, istər bəy. Bunu nəinki mən, bunu dünyada astrolojik proqnozları verən bir çox insan da təsdiqləyir. Amma çox takıntılıdırlar. Takıntılıdır. Dəhşətli dərəcədə takıntılıdır. Yəni insanlar bayaq Qoç bürcündən deyirdiniz, şübhəcildirlər. Mən elə gəlib balıqlar çox şübhəcildirlər. Yəni, hər şeydən şübhələnirlər. Pis xüsusiyyəti bilirsiniz nədir? Mən sizə deyim də. Tutalım bir balıq bürcünün ailəti qurmusunuz, evdə siz yemək yeyirsiniz. Məsələn, pərdənin qırağı niyə belədir? Burada niyə ləkə var? Sənin, məsələn, barmağındakı üzün rəngi niyə gedib? Balıq biraz